sözləri. Həm sözlərin oxunuş qaydalarını qeyd edəcəm, həm də tərcümələrinə baxaq. Die family ailə deməkdir. Die family i birləşməsi uzun i səsini verir. Der Vater ata deməkdir. Söz sonunda r ya da birləşməsi a kimi oxunur. Balaca sözlərdə, yəni bir hecalı sözlərdə əgər sonlarda varsa, biz onu sadəcə r hissəsini götürüb a kimi oxuyuruq. Qalır yerində. Ona görə biz der deyirik. Fata sözü v hərfi ilə başlayır. Söz əvvəlində v hərfi f kimi oxunur. Üçüncü sözümüz die Mutter. Die Mutter. İ birləşməsi uzun i səsini verir. Söz sonunda birləşməsi də a kimi oxunur. İki eyni hərfdən, yəni samitdən biri oxunur. T-dan mən yalnız birini oxuyuram, digərini uzadıram. Dördüncü, die Eltern, valideynlər deməkdir. Die Eltern. Burada i birləşməsi uzun i səsini verir. Eltern, orada r-nı da biraz h kimi deyirik. Çünki söz əvvəlləri ortalarında r hərfi çox zaman h kimi oxunur. Beşinci, der Sohn. Der Sohn. Artıq di və der artikellərinin oxunuş qaydalarından danışmayacağım hər dəfə, çünki onları bildiniz. İndi Sohn sözünə baxırıq. S-dan əvvəl ya da sonra sait varsa z kimi oxunur. Söz ortalarında h hərfi ümumiyyətlə oxunmur. Ona görə Sohn deyir və Sohn da tez də demirik. Orada h var, amma yoxmuş kimi ondan davranmalıyıq. Amma biraz da orada bir yumuşaltma hiss edilməlidir. Sohn bu formada. Altıncı, qız övladı deməkdir. Die Tochter. C-h birləşməsindən əvvəl qalın sait var. Buna görə də c-h x kimi tələffüz olunur. Söz sonunda da var, onu da a-ya çeviririk. Yeddinci, das Kind. Das Kind, uşaq deməkdir. Söz sonu d ilə bitir. Buradakı d-nı olduqca bərk yox, biraz daha yumşalmış formada d olaraq tələffüz etməliyik və ya biraz da t-ya çevirə bilərik. Das Kind. Das artikli isə das olaraq oxunur. Çünki söz sonunda s hərfi ilə s kimi də tələffüz edilir. Səkkizinci, die Kinder. Die Kinder. Söz sonunda var, ona görə də kinda olaraq tələffüz edirik. Uşaqlar deməkdir. Doqquzuncu, der Bruder. Der Bruder. Söz sonunda var, a kimi oxunur. R hərfi g kimi oxunur. Söz əvvəlləri ortalarında r-nı biz g-ya çevirib deməliyik. Sonra Schwester. Schwester, s-c-h birləşməsi ş səsini verir. W hərfi hər zaman v kimi oxunur. Söz sonunda da var, onu da a kimi oxuyuruq. Die Schwester, bacı deməkdir. Belə bir ifadələri var, bacı, qardaş, ikisi bir arada, yəni eyni anda. Schwester sözünə bənzəyir, sadəcə burada i fərqi var. Schwester bacıdır, Geschwister, bu bacı qardaşdır. Burada s-c-h birləşməsi ş kimi oxunur. Söz sonunda da var, a kimi oxuyuruq. W hərfi də v-ya keçir. Bacı qardaş deməkdir, yəni ikisi bir arada. Der Onkel, əmi ya da dayı deməkdir. Söz sonunda hərfi ı kimi oxunur. Ən axırıncı və ya axırdan ikinci, üçüncü sıralarda da olarsa, onu ı kimi oxuyuruq. 13-cü, die Tante. Die Tante, xala ya da bibi deməkdir. Söz sonunda hərfi ı kimi oxunur. 14-15 İngilis dilindən keçən bir söz olduğu üçün biraz onlar kimi yazırlar, amma bəzilərdə məsələn artikel əlavə ediblər, sönünə şəxs bildirən sonluq artırıblar. Ona görə biraz bu formada dəyişikliyi var. Cousin, cousine. Cousin əmioğlu, dayıoğlu anlamı verir. Cousine axırı ilə bitəndə isə əmi qızı ya da dayı qızı anlamını verir. 16-17. Der Neffe,
Qardaşı da bacının oğlu deməkdir. Nef söz sonunda yenə də e hərfi var, ı kimi tələffüz olunur. İki samitdən də biz yalnız birini oxuyuruq. Deyinlikdir. Bacı, qardaş, qızı anlamını verir. C-hı birləşməsindən əvvəl incə səs gəldiyi üçün ş formasında tələffüz olunur. Söz sonunda e hərfi də ı kimi tələffüz olunur. İndi keçirik nənə, baba ifadələrinə. Eltığın sözünə bayaq baxdıq. Valideyn deməkdir. Nənə, baba ikisinə bir arada demək istəyiriksə, qarşısına böyük sözünü qoyub istifadə edirik. Qros böyük deməkdir. Qros eltığın nənə və baba anlamını verir. G hərfi burada q kimi tələffüz olunur. R hərfini ğ-ya keçirdirik. Həmin o b-ya oxşayan hərf, yəni SZ hərfi də uzun s səsini verir. Ən sonda olan r hərfi də, yəni r-nı birləşməsi, o da ğ kimi tələffüz olunur. Di, qros eltığın nənə, baba deməkdir. Onu da yadınıza saxlayın ki, iki və daha çox sözdən yaranan alman dilində sözlər mütləq formada bitişik yazılmalıdır. Ayrı yazılanları olmur. Yəni ayrı yazılırsa, deməli o artıq mürəkkəb söz deyil, fərqli-fərqli sözlərdir. 19-cu der Großvater. Großvater yenə həmin bu böyük sözündən istifadə edirik. Fata sözünü bayaqları öyrəndik. Ata deməkdir. Yəni böyük ata, baba anlamını verir və ya belə də deyirlər. Der Opa. Bu da babacan mənasını verir də, yəni daha belə şirinvari baba deməkdir, amma hər ikisini də gündəlik həyatda istifadə edirlər. 20-ci Die Großmutter, Großmutter və ya Oma deməkdir, nənə anlamını verir. Muta sözündə də axırda r var, a-ya keçir. G hərfi q kimi deyilir. R hərfi ortalarda olduğu üçün ğ kimi tələffüz olunur. Həmin o b-ya oxşayan hərf isə SZ hərfidir və s səsini verir. Großmutter. 21-22 yenə qadın və kişiyə görə sonluq əlavə olunub. Necə ki, məsəl üçün kozin, kozini-də axıra en gəldi. Burada da o formada in gəlib. Der Enkel nəvə deməkdir. Oğlan nəvədən söhbət gedir. Die Enkelin isə qız nəvəsi anlamını verir. Enkel, enkelin qız nəvəsi deməkdir. Enkel, orada da yenə sonda e hərfi ı kimi tələffüz olunur. Enkelin sözündə isə orada e hərfi ı kimi olmur. Çünki son artıq deyil. Oranın, o sözün sonuna in əlavə olunub. Sonluğu dəyişib. Davam edək. Ər, arvad anlamlarını verən eya, man, eya, frau ifadələridir. Man sözü təklikdə cənab, bəy, kişi anlamını verir. Eya, man isə ər deməkdir, həyat yoldaşı. Eya da ümumilikdə evlilik deməkdir, yəni evlilikdə olan bəy anlamındadır. Eya, frau, həyat yoldaşı deməkdir. Frau, xanım deməkdir. Eya da evlilikdir. Frau sözündə r hərfini ğ kimi deyirik, çünki söz əvvəllərində gəlib və ğ kimi tələffüz edilməlidir. Man sözündə 2 n ilə yazılır, yalnız birini oxuyuruq və digərini uzun tələffüz edirik. Davam edirik. Eapa, eapa ər-arvad, yəni cütlük deməkdir. İkisi bir arada. Eyaman, eyafığa tək-tək ər və arvad anlamlarını verir. Eyapa isə ər-arvad cütlük deməkdir. Söz sonunda r hərfi var, o da a-ya keçir. Sözün öz daxilində 2 onsuz da a vardı. Onlardan birini oxub digərini uzadıram. Ona görə də biraz sona yaxın daha uzun belə a səslənməsi olur. Eapa. Eya ifadəsində də ortada h hərfi var. Onu da biz oxumuruq h hərfini. Ona görə orada da bir uzanma baş verir. Eapa. Nişanlı sözlərinə baxırıq. Nişanlı sözlərində sonluq yoxdur kişi qadına görə. Sadəcə burada artikellarımız dəyişəcək. Der Verlobte, bu nişanlı kişi deməkdir. Die Verlobte nişanlı qadın deməkdir. Der kişi cinsini göstərir, die isə qadın cinsini göstərir. V hərfi ilə başlayan sözlər isə f ilə tələffüz edilir. Söz sonunda da e var. Bu da ı kimi tələffüz olunacaq. İndi biraz daha əlavə qohum adlarına baxırıq. Məsələn, qaynana, qaynata.
gəlin, kürəkən, yeznə bu kimi sözlərlə tanış oluruq. Bunların hamısının qabağına eyni söz əlavə edilir. Sadəcə ana, ata, oğul, qız olaraq belə dəyişəcək. Şviqa, fata, qaynata deməkdir. Şviqa, muta, qaynana deməkdir. Şviqa, sıcığı birləşməsi ş kimi oxunur. W hərfi V kimi oxunur. İ-E birləşməsi uzun İ səsini verir. G hərfi G-ya keçir. R birləşməsi də A kimi tələffüz olunur. Fata, muta, zon, toxta bu sözlərin də biz tələffüzünü demişik. Ona görə yenidən burada mən təkrar etmirəm. Şvaqa, qayın yeznə deməkdir. Artıq şvega yox, şvaqa olur. W hərfini A-ya keçirdirik. Sonunda da R var, A olur. G hərfini biraz G kimi deyirik. Bunun eynisi baldız anlamında isə belə olacaq. Şvegerin, şvegerin. A üstündə 2 hərf var. Bu E səsini verir. G hərfi G-ya keçir. N hissəsi isə burada qadın cinsinə aid olduğu üçün o sonluğu göstərir. Ögey ata, ana, qardaş, bacı bu sözlərlə tanış oluruq. Ögey ana və ata sözlərinin qarşısında ştif yazılır. Ştif fata, ştif muta, der ştif fata, die ştif muta. S-t birləşməsi söz əvvəlində gəldiyi üçün S hərfi Ş kimi tələffüz olunur. İ-E birləşməsi uzun İ səsini verir. Ana, ata sözlərinin tələffüzünü bilirsiniz artıq. Ögey qardaş və ögey bacı sözlərinə baxaraq. Burada da yarı sözündən istifadə edirlər. Halb sözü təklikdə yarı deməkdir. Der halb Bruder, der halbs Schwester. Halb yarı deməkdir. Yəni ki, qardaş bacının yarısı. Yəni belə bir anlamda sözlərdən yeni sözlər yaradıblar. Görürsünüz, ailə üzvlərində çox da fərqli sözlər yoxdur. Elə ana, ata, bacı, qardaş, nənə, baba sözlərin özündən digər başqa qohumluq əlaməti bildirən sözlərin özünü yaradıblar. Davam edirik. Groß family, böyük ailə deməkdir. Groß sözü ümumilikdə böyük deməkdir. Großfamilie Mitglieder ailə üzvləri deməkdir. Mitglieder üzv deməkdir. Yəni ailə üzvləri. Familienstand ailə vəziyyəti. Stand vəziyyət deməkdir. Yəni subay, evli, boşanmış, dul bu kimi sözlər deyilir ailə vəziyyəti. Ledig subay deməkdir. Söz sonunda ig var, ih kimi tələffüz edirik. Verheiratet evli deməkdir. İndi burada oxunuşlara baxaq. Söz əvvəlində V hərfi F kimi deyilir. F, R-nı G-yə keçirdirəm. H hərfini oxumuram. E-i birləşməsi A səsini verir. R hərfi təzdən G-yə keçəcək. Və söz sonunda olan E də T kimi deyilməlidir. Verheiratet, verheiratet, verheiratet evli deməkdir. Geschieden boşanmış deməkdir. Geschieden S-C-H birləşməsi Ş səsini verir. İ-E birləşməsi uzun İ səsini verir. Söz sonunda da E var. Bu da N kimi oxunacaq. Geschieden boşanmış deməkdir. Geschieden. Dul sözünə baxırıq. Verwitwet. Verwitwet bu da dul deməkdir. W hərflərini V kimi deyirik. R-nı da biraz G-yə keçirdirik. Das baby. Bu ingilis dilindən keçib. Ona görə onlar deyən kimi deyirlər. Yəni A-nı E-yə keçirdirlər. Das baby. Bundan sonra isə daha başqa sözlərimiz gəlir. Necə? Yeniyetmə qız və oğlan, əkizlər, üçüzlər, belə sözlərdir. Gənc sözü ümumilikdə young deməkdir. Young. Bu da yeniyetmə anlamını verəcək. Jugendliche. 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 Qız və oğlan sözləri eynidir. Sadəcə burada nəyi dəyişəcək? Artiklı dəyişəcək. Əgər oğlandan danışırıqsa der Jugendliche, qızdan danışırıqsa die Jugendliche formasında tələffüz edirik. Söz əvvəlində J hərfi Y kimi deyilməlidir. C-H birləşməsi burada biraz yüngül varır, Ş səsini verir və söz sonunda da E var, onu da I kimi oxuyuruq.
Əkizlər və üçüzlər sözlərinə baxırlar. Z hərfi ç kimi tələffüz olunur. W hərfi v səsini verir. İki l hərfdən birini oxuyuruq və söz sonunda e hərfi I kimi oxunacaq. Zwilling, əkizlər. Üçüzlərdəki üç sözündən hazırlanıb. Drilling, bu da üçüzlər deməkdir. Südəmər uşaq. A-U birləşməsi. A üstü 2 nöqtə, U ilə birləşəndə oy səsini verir. Säugling, südəmər uşaq deməkdir. Hochzeit, toy deməkdir. C-H-dan əvvəl qalın sait gəlib, ona görə də X kimi oxunur. Z hərfini Ç kimi tələffüz edirik. E-I birləşməsi də ay səsini verir. Die Hochzeit. Evlilik deməkdir. D-E-I, H hərfi söz ortasında oxunmur. Söz sonunda olan E hərfi də I kimi oxunur. Boşanma isim olaraq bu qeyd olunur burada. Scheidung, boşanma deməkdir. S-C-H birləşməsi Ş səsini verir. E-I birləşməsi ay səsini verir. Axırda olan G-ni da ki, biraz Q kimi tələffüz edirik. Scheidung. Mübahisə Streit adlanır. Der Streit söz əvvəlində S-T birləşməsi Ş səsini verir. R hərfi biraz G kimi tələffüz olunur. E-I birləşməsi də ay kimi oxunur. Streit bu formada. Ailə üzvlərinə aid yetəri qədər sizə tanış etdim sözlərlə. Digər ailə üzvlərini də əgər lazım olarsa, onları da kommentlərdə yazarsınız, sizə tərcümələri ilə qeyd edərəm. Ancaq A1, A2, hətta belə deyək, B1 səviyyəsinə qədər lazım ola biləcək bütün ailə üzvlərinin adlarını mən sizə burada qeyd etmişəm. Yaxşı formada öyrənin, öz lüğət dəftərinizə qeyd edin, əzbərləyin, çoxlu səsli formada tələffüz edin ki, tam olaraq ağzınıza uyğunlaşsın. Həm eşidəndə qarşınızdakini, həm də özünüz danışanda tam rahat, aydın olsun. Sağ olun, özünüzə yaxşı baxın.